Sovet yazıçısı Yevgeni Petrovun qəribə hobisi vardı. O müxtəlif ölkələrə məktub yazırdı, amma göndərdiyi ünvanları, şəhər və küçə adlarını uydururdu. Yəni məktubda göstərilən ünvanda yalnız ölkənin adı düz olurdu. Az müddətdən sonra poçt xidməti məktubu yenidən Petrova qaytarırdı. Çünki ünvan düz yazılmayanda məktub yenidən onu göndərən insana qaytarılır. Geri qayıtmış məktubların üzərində müxtəlif ölkələrin poçt möhürləri olurdu. Petrov da bunları kolleksiyasına yığırdı. 1939-cu ilin əvvəllərində yazıçı yeni bir məktub yazdı. Bu dəfə daha uzaq yerə, Yeni Zelandiyaya. Uydurduğu şəhər və küçənin, insanların adı da var idi. Hyde-Berville şəhəri, Wright küçəsi, ev 7. Petrov həmin ünvanda yaşayan Meryl Oysen Wesley adlı bir şəxsə ingiliscə məktub yazmışdı. Əziz Meryl, Pittayının dünyasını dəyişməsindən kədərləndim. Möhkəm ol, bağışla ki, çoxdan da yazmırdım. İngridə salam de, qızının üzündən öp, yəqin böyüyüb, sənin Yevgenin. Məktubu göndərməsindən 2 ay keçdi, ancaq məktub geri gəlmədi. Yazıçı elə bildi ki, məktub yolda itib. Biraz dilxor oldu, çünki kolleksiyasında Yeni Zelandiyanın post markası yox idi. Sonra bu barədə unutdu. Lakin məktubun cavabı gəldi. Avqust ayında. Petrov heyrətlənmişdi. Ona uydurduğu ünvandan Yeni Zelandiya, Hyde-Berville şəhəri, Wright küçəsi ev 7-dən cavab yazılmışdı. Bəlkə kimsə zarafat edirdi, amma məktubu göndərən şəxsin adı da Meryl idi. Məktubda yazılmışdı. Əziz Yevgeni, başsağlığına görə təşəkkür edirik. Pittayının ölümü bizə pis təsir etdi, indi özümüzə gəlirik. Bilirsən, İngridlə tez-tez keçirdiyimiz günləri yada salırıq. Qızım Gloria da böyüyüb. Bu il 2-ci sinifə gedəcək. Sənin Rusiyadan alıb gətirdiyin oyuncağı hələ də saxlayır. Bir də ki, o vaxt bizimlə çəkdirdiyin fotonu da göndərirəm. Petrov heç vaxt Yeni Zelandiyada olmamışdı. Odur ki, fotoya baxanda heyrətləndi. Şəkildə iri cüssəli kişi onu, yəni Petrovu qucaqlamışdı. Axı bu necə ola bilərdi? Petrov şəkli çevirib arxasına baxdı. Orada fotonun çəkilmə tarixi vardı. 9 oktyabr 1938-ci il. Yazıçını sanki elektrik cərəyanı vurdu. Həmin günü yaxşı xatırlayırdı. Yazıçının ağciyəri soyuqlamışdı. Onu ağır halda xəstəxanaya çatdırmışdılar. Orada huşunu itirmişdi. Həkimlər bir neçə gün onun həyatını xilas etmək üçün çalışırdılar. Qohumlarına demişdilər ki, yaşamaq şansı çox azdır. Ancaq sonda yazıçı yaxşılaşmışdı. Bəs huşsuz vəziyyətdə olarkən o Yeni Zelandiyaya necə gəlib çıxmışdı? Aydınlaşdırmaq üçün yeni məktub yazdı. Yeni Zelandiyadan cavab məktubu almağa isə imkan olmadı, çünki Böyük Vətən müharibəsi başlamışdı. Yazıçı da digərlər kimi cəbhəyə yollandı. Petrov cəbhəyə hərbi müxbir kimi yollandı. Pravda qəzetinin xüsusi müxbiri kimi. Dostları onu tanımırdılar. Yeni Zelandiyadan aldığı məktubdan sonra yazıçı çox dəyişmişdi. Daha zarafat etmirdi, əsəbi olmuşdu. 1942-ci ildə isə Sevastopoldan Moskvaya uçarkən Almanlar Rostov şəhəri yaxınlığında Petrovun olduğu təyyarəni də vurdular. Qəribədir ki, yazıçının həlak olduğu gün onun Moskvadakı ev ünvanına Yeni Zelandiyadan daha bir məktub gəldi. Qohumları məktubu oxuyub şoka düşdülər. Məktubda Meryl Petrova özünü qorumağı tövsiyə edirdi. Xüsusən bir cümlə maraqlı idi. Yevgeni, yadındadır bizdə olarkən gölə getdik. Su soyuq olsa da çimdin. Qorxurdum ki, batacaqsan, sən isə güldün. Dedin ki, ölümüm suda olmayacaq. Təyyarədə qəzərə düşəcəksən. Xahiş edirəm, mümkün qədər təyyarədə uçma. Videonu bəyəndiysəniz, bəyənib abunə olmağı və dostlarınızla paylaşmağı unutmayın.